Herkese salam, sizi Sədərəkdən salamlayıram. Bugün anamla Sədərəyə gəlmişik. Bir-iki anlasız şeylərimiz var. Onları almaq üçün. Daha doğrusu baxacağıq ya, alacağıq bilmirəm. O, baxmaq lazım. Sticə ait nəsə yoxdur, stic. Bakın. Var. Bir kassası var. Çərçivəsi var. Çərçivəsi neçədir? 8 manat. Qələm qabısı da var. Bunları əslində dəst alırlar. Deyil, stitch qələm qabısı. Tamam, oldu. Elə bir şey değil. Ne orada qulaqları olan? Bildim. Çok sağ ol. Uşaq tutar. Yo, biraz böyükdü. Mən dedim marağını çəkər bəlkə, amma çox uşaqsı qalır. Biraz böyükdü. Neçə yaşı var? 12. Aa, niyə bu qəşəngdir? Hansı? Onun mən 13-14 yaşlı qızlardan bir götürürlər mamaları. Çərçivə ilə Qələm bir yerdə. qabıyla. Ha. Çərçivə ilə. Başqa stil. Bu neçədir? Bu 5 manat. 5, 8 hə? Bəli. Tamam. Yoxdur. Yox, bir arkaya baxın. Qulaq çöpü də əlavə. Anaya dedim. Bunlar buradan çıkardıysan bunlar yoktu. Baba gördü kesil bırak. Bunu açtım Ayağını. ayağına. Ha, Hanım bildim. bildi. Kesmedi kızım benim. Yoldaşım. Bunu açtın anam. Bunu da attım baldır vazı. Bu kitabda iki tane demirler olmadı kızım. Bunu Bağırsın. açırsan buradan bu bunun üstünde. Koydun ulan ortasına bunu keçirdin sıktın. Burada böyle şey var. Yok. Ay, satma. Sen de eleyebilirsin. Şimdi şüpheli yoldaş olan ama böyle burada böyle problem değil. Yani sizi gıdıklandırmasını izin versin. Kutusu yok da. Ha? Kutusu yok Bunda da. kutu olmaz. Olmaz. Bunda 20 tane gelir bu boyda kalıp kanın içinde. Güzel. Bana bir daha sakla. Geldim eve. Arasa girdik. Bir de bir iki alması şey var idi. Onları aldım. Geldi. Daha doğrusu ailenin çilçi balığına göre girmiştik. Bir iki anası şeyler vardı. Onları da aldım. Geldi eve gösterim neler almışam. Bu yumurtaları siz böyüklüğüne bakın. Görsəz nə boydadır. Elə bir qaz yumurtasıdır. Belə 15'li yumurta. Daha sonra 2 dənə kəsmikli bulka. Daha sonra yenə kəsmikli 2 dənə bulka. Ondan sonra bu nədir? Bu cemli bulka 2 dənə. Bu Aylin üçün konserva. Bunu çox sevir. O gün mamam almışdı. Şimdi yenə davamını istədi. Bu kişmişli bulka 2 dənə. Daha sonra aldan da bir paçka saviyala makaron. Bir tane de 2 litrelik yağ. Ha, bu da 2 litrelik yağ. Kısa bunları aldık, tez geldik.
Bir də daha sonra belə bir karamel var idi. Ondan aldıq çayla içməyə. İndi nələr almışam, onları da göstərim. Geyimlər, aşkım. İcazə ver göstərim də züzüşüm, çiçəyim, ürəyim. İmkan vermir. Paket səsi gəldi, o dəqiqə gəlir cumur. Suzi getdi. Nəhayət qovdu. Bütün pişiklərdə elə deyə baxıram, mən izləyirəm. Başqa qızların da pişikləri həm paket səsi gələn kimi cumurlar. Deməli, nələr almışam, onları göstərim qısaca. Bu paketdə bacımın uşaqlarını almışıq. Yəni, obşi, mamam alanlar da var, mən alanlar da. Birinci bunu göstərim. Bunu bacımın oğlunu almışıq. Belə bir koftadır. Daha sonra belə bir ciciş dəsti. Dəst deyirəm da, yəni ikili. Bunu bacımın qızlarına almışam. Qızlarına almışıq. Biri belə böyüyünə, biri də balacasına. Eynidir. Üzündə dəst aldıq. İkisi də eynidir. Belə bunları onlara almışıq. Daha sonra Fidoş, bunları sən qatda. Qoy paketə. Paketə qoy. Ondan sonra deməli, Salam. dənizdən sizə salam çimib. Başında dəsmal var, göstərmədim. Fidanı çıxardırdıq çölə, bayaq buradaydı. Dedim, çıx, birazdan gələrsən. Deməli, Fidan 31 yanvar Fidanın ad günüdür, doğum günüdür. Onunla bağlı da bir-iki şey almışam. Hələ də alnasılar var. Bu şarfı çoxdandır Dəniz istəyirdi. Dənizə almışam. Əslində bu şarfdan 4 ədəd almışıq. Biri Fidanın, Dənizin, mənim və anamın. Mən Dənizə bu rəngi seçmişəm. Xalalar, baxın. Bu qız paketlərini açıb. Deyəm, mən Dənizə bu rəngi seçmişəm. Siz də qərar verin. Mən yəni onu fikirləşdim ki, həfif pəmbəsi, sarısı və bozu var da bu rəng. Dəniz də özümə də belə qaranı götürmüşəm. Dəniz indi deyir ki, yox, mən bu qaranı istəyirəm, sən bunu bağla. Mən onun qəlbinə dəymək istəmirəm. Yəni deyirəm ki, hansını seçirsən, seç də. Yoxdan mən ona bunu yaraşdım. Daha cicişdir, daha cavansıdır. Bunda qaraları var deyənə istəmirəm. Bizim uşaqlar qara geyim, onları çəkir. Atasından mənə oxşayıblar. Biz ikimiz də eləyik. Deməli, belə bu şərflərdəndir. Yəni, bilirsiniz də, indi bu dəqiqə hər kəs taxır bunlardan. Bizdə yox idi. Belə uzundur, çox uzundur, qəşəng qalındır. O qədər qəşəngdir ki, adam saçından açmaq istəmir. Biri o modeldir, biri belədir. Bunu Dəniz özünə götürdü, özünə seçdi. Ondan sonra bunun eynisi də anamda var. Sonra bu. Bunun paketi cırılmaz. Bu deməli, bunu Fidana hədiyyə almışam. Əslində necə oldu? Bu il şal almaq fikrim yox idi doğrusu. Çünki uşaqların yetərincə papağı, şarfı, nə bilim kurtkaları var, qalındı, hətta uzundu. Onun papağı var, belə kürkü var papağın özünün də, yəni kurtkanın. Ona görə deyirdim ki, gələn il onlara yarımka belə kurtka alacağam. Ondan alaram da. Bu il ehtiyac yoxdur. Sonra gördüm ki, Fidan hədiyyələrinin içində belə bir şarf da görmək istəyir. Yəni fikirləşir ki, bəlkə şarf, bəlkə nəsə arada deyir də mənə belə bu rəngini, mavi rəng. Fidanın hədiyyə konsepti olacaq mavi rəngdə. Aylində rozvi idi, bənövşəyi idi. Fidanda isə olacaq mavi rəngdə. Oy, üzr istəyirəm, mən danışanda mütləqdir ki, telefon düşmüşdür əlimdən. Mütləqdir ki, mən öskürəm, qıcıq gəlir boğazıma. Belə bir mavi rəngdə şarf. Amma həqiqətən bunu bilmir Fidan. Bunları göstərmişdik. Bu klubda altdaydı. Dedim sənə də buradan bəyəndiyi alarıq. Oradan almadım ki, birdən bəyənmərsən. Əzim yalandan dedim. Bu da Fidanın. İndi bunu yaxşı paket eləyəcəm. O hədiyyə olacaq deyənə. Ondan sonra bunlar paketlərdir.
Hə, bir də bu belə bir qara papaq, üstündə də qaşları var. Bu ayın aldığım 4-cü papaqdır. Ay, yoldaşım deyir papaqdan çox evdə papaq var yenə. Görən kimi dedim ki, yox qoy mankende idi belə. Qız da Aylin çox şişirdi manken. Dedim yox Aylişə almalıyam. Aylişə belə bir papaq aldım. Daha sonra özümü bu il papaq almamışdım, papağım yox idi. Soyuqlarda lazım olur. Bu koriçniv rəngdədir, oradan bilmirəm necə düşür. Belə özümə aldım. Bir dənə koriçniv, bunun sadəsini anam götürdü. Məni qoymadı sadəsini götürməyə. Dedi yox sən qaçdısın götür. Bunu papaq özümün. Hə, bu da Fidanın hədiyyəsidir. Fidan gəlməyib. Hələ yazıq uşaq gözləyir. Fidanın hədiyyəsidir. Bundan onlarda olub əslində sınmışdı. Yenə istəyirdi. Bu da mavi rəngdədir. Eynən bu rəngdə, mavi rəngdə. Bu da getdi bura. Uy, düşüb sınarsan Allah. Bunu da almışam. Daha sonra belə Fidana mavi rəngdə də konseptinə uyğun olsun deyənə belə saat almışam. Sırf mavi də, yəni şarfı, qulaqçığı, hamısı mavi. Daha sonra bunu alanda sonra fikirləşdim ki, yox, qoy dənizə də götürüm, dənizdə taxar. Onun üçün də belə qara rəngini aldım. Düzəldəcəklər yəqin ki, hələ düzəltməyiblər. Fidan bu deyir ki, mən niyə saat almamısan? Deyirəm ki, alacam da sənə də. Qoy bunun paketinə. Bunu da qoy saatı. Saatı çox sevdim. İşte aksesuar kimi də taxmaq üçün yaxşıdır, amma yəni saat kimi də. Deyir ki, mənə niyə almamısan saat? Mən də sevirdim axı. Dedim ki, nə bilim, dedim sənə hədiyyə alınacaq da, buradan hədiyyə alarsan. Sonra belə bir böyük bir sumka. Bundan 2 dənə götürdük. Biri anama, biri mənə. Belə içərisi baxın necə genişdir. Burada bir cibi var. Burada da böyük belə cibi. Uşaqlarla falan harasa gedəndə inanın telefonlarımız, adaptır, nə bilim nəm salfetka, quru salfetka, mənim kaşlokum, hər şey ilə papaq atırsan içinə. Nə bilim də belə lazım olur. Ona görə bu da bizim sumkamız. Bundan 2 dənədir. Biri anamın, biri mənim. Daha sonra bir də kofta almışdım. Onları da gətir. Hə. Bir də qızlar dənizin bu dənizin eyni almışam. Belə gen koftalar bilirsiniz, indiki qızların hamısı belə gen bol, yəni geyinirlər. Roz rəngdə. Bunu mavi alacaqdım. Mavisi var idi deyənə almadım. Bunu görüb amma Fidan geyindirəcəm ona ad günündə. Geyinsin verəcəm. Bu da Fidanın. Yəni ikisi də eynidir. Eyni də ölçüdür. Gen kofta. Bunları da aldım. Çox qəşəngdir. Xoşuma gəldi. Nə bilim, oradan gördüm vitrində. Xoşuma gəldi. Bunu da onu aldım. Daha sonra qulaq çöpü almışdıq. Sonra pesok qabını gətir. İndi mamam yudu içinə pesok tökdü. Ürəyi dayanma. Dözmədi. Deyir görüm tökəcək. O belə qrafin kimi balaca var idi. Aylişim ver mamaya. Belə baxın, yuyub içinə tökmüşük. Balaca qrafinka aldıq. Qrafinka deyil, pesok qabıdır. Yəni dedik belə göstərdilər. Yaxşı da tökür. Mamam yudu, indi elədik, tökdük, qurudub içinə. Al Dəniz. Yaxşı da necə deyim, tökür. Yaxşıdır. Sonra onu aldıq. Sonra ev üçün peçka aldıq. Necə peçka? Bizdə əslində evdə kondisionerdir. Burada kombi deyil, kondisionerdir. Çox gözəl də evi isidir. Amma evdə tərləmə oldu, bilmirik niyə. Ona görə əlavə bir dənə də necə deyim, peçka aldıq ki, bəlkə kondisioner buxar yaradır da. Baxın, bunu da göstərin. Bir dənə ayaqlı belə aldıq. Bu hündürə də qalxır belə. Bir də aşağıya da orada olan qara tostoran deyə belə özüm aşırtmışam. Çünki Zuzi gedir, onu aşırdır hər dəqiqə. Ona görə sınmasın deyə aşırtmışam. Hündürdən yığma saç. Aylin yığma hündürdən, başın ağrıyacaq. Axşamdır artıq. Ona bu kumtelindir. Bir dənə bunu aldıq. Vəssalam. Bir dənə bu. Bir də şey almışıq. Termopot. Onu da qoy göstərim. Yoldaşım bunları qurdu. Hamısında yəni bunu çıxartdı, onu bağladı. Bunu aldıq təzə. Məndə var idi, bilirsiniz də, bizimki boz rəngdə idi.
Amma onu veşlərin içində yığmışam. İnansız burada da bizə çox lazım oldu. Necə? Biz çay xoruq çox içirik də həqiqətən çox. Yoldaşım sevir, mən sevirəm, uşaqlarımız belə. Anam çox, yəni o su heç vaxt su, kompot, sok onluq deyildi, ancaq çay. Ona görə da hər daim çaynik qaynatmaq. Necə deyim, isti çay olmurdu da hər daim. Ona görə mamam dedi ki, bu evə də birini alaq qalsın, nə olacaq? Nə ziyanı var da, yəni əşyadır. Lap o götürərik, sonra o birisisindən də bunu istifadə edərik. Belə bir aldıq. Bu rəngi mamam seçdi. Mən boz sevirdim, qaçırdım ona. Yox, deyir, ondan var, ondan istəmirəm. Bundan alaq. Bu rəngin aldıq, belə güllü. Belə 60 neçəyəsə aldıq bilmirəm. Mamam daha yaxşısını bilir. Mən bunu alanda Aylinin papağı ilə məşğul idim. Belə içərisi də indi hələ ki qaynatmamışıq, yumamışıq. Sadəcə yoldaşım korobkadan çıxardıb qoyub. 6,8 litrdir. Belə. Bir də bunu aldıq, onu aldıq. Bir də geyimlər. Belə anama şarf, anamın sumkası belə. Bunları da dedim qoy sizə göstərim. Alışverişlərimin hamısını göstərməsəm olmaz. Sedrekdə də bəzən çəkdim, bəzən çəkmədim. Necə əlimdə veş var idi deyənə hər daim çəkə bilmirdim də. Ona görə qısa oldu videolarda. Oradan gəzintidən də, yəni gəzdiyimiz yerlərdən. Belə son aldıqlarımız bunlar. Hamısı mübarəkdir. İnşallah bilirəm ki, deyəcəksiniz. Bu videonu da burada bağlayayım. Uzun olmasın. Çox yorğunam. Gedim yatım. Bir stəkan çay mütləq. Sonra yatacağım. Bunu səhər yuyacağım. Onu qəşəng yuyub bir dəfə qaynadıb tullayacağım. 2 dəfə qaynadıb tullayacağım. Üçüncüdə istifadə edəcəyik də. Belə bu videonu da burada bağlayayım. Hamınıza sağ ol. Hələlik. Görüşərik.